14 Mart 2026-cı ildir. Və bütün arılara baxış keçirtdim. Güclü koloniler var, zəif koloniler var. Güclü kolonilərdə təxminən 3-4 çərçivədə yumurta olduğu halda, zəif kolonilərdə 1-2 çərçivədə yumurta var. Yəni ki, keçənlə baxanda zəifdir, lakin qənaətbəxş hesab etmək olar. Sadəcə mən indi bəsləmə mövzusunda danışmaq istəyirəm. Təşviq bəsləməsi nədir? Bunu məncə bütün arıçılar və yaxud da bütün arı saxlayanlar bu mövzu ilə qarşılaşır. Arıya təşviq bəsləməsi verilir, şəkər şərbəti və arıdan ümumiyyətlə başı çıxmayan, ömründə heç arı yeşiyinin ağzına açmayan bəzi insanlar irad tutur ki, sən arıya şəkər verdin, sən arıya pəsəx verdin, bala qatı qatıldı, yəni halala haram qatdın və s. Təşviq bəsləməsi nədir və niyə edilir? Şəxsən öz elədiyimi deyim. Hər bir arıçı yaşadığı bölgənin bal axın zamanını bilməlidir. Yəni, məsələn, bizim bölgədə bal axını başlayır may ayının sonlarından etibarən, əgər hava yaxşı keçərsə, normal keçərsə, iyun ayının ortalarına və yaxud da axırlarına qədər davam edir. Və hər bir arıçı da istəyir ki, həmin vaxtda arısı ən güclü halında olsun. Yəni, işçi arı sayı yeşikdə o qədər olsun ki, çöldəki o bal axınını depolaya bilsin, yığa bilsin. Və buna da gəlib çatmaqdan ötürü, yəni həmin mərhələyə çatmaqdan ötürü başlayır hal-hazırki vəziyyətdən. Ta qışdan çıxanda edilən təşviq bəsləməsi ilə. Bildiyimiz kimi, ana arı 3 şeyə görə yumurta atır. Temperatur, işçi arı və gələn qidaya görə. Biz koloniyada işçi arı sayına müdaxilə edə bilmərik, əgər birləşdirmiriksə. Və yaxud da temperatura müdaxilə edə bilmərik. Yəni, az müdaxilə edə bilərik. Sıxlaşdıra bilərik, arını müəyyən qədər temperaturu isti saxlaya bilərik içəridə. Lakin bizim müdaxilə edə biləcəyimiz ən önəmli məsələ arıya verəcəyimiz qidadır, təşviq bəsləməsidir. Bu bəsləmə arının yumurta atmasına, yəni kömək olmaqdan ötürüdür. Məsələn, 2 koloniya düşünək, birinə təşviq bəsləməsi edirik, birinə eləmirik. Ana arı qidanın gəldiyini görüb, məsələn, gün ərzində 200 yumurta atacaqdırsa, atır 400 yumurta, atır və yaxud 300 yumurta. Buna heç bir təşviq bəsləməsi etmirik, ana arı gün ərzində 200 yumurta atır. Və buradakı o təşviq bəsləməsi ilə doğulan balalar, yəni gün ərzində atılan 400 yumurta, 300 yumurta çoxaldıqca işçi arı sayı çoxalır və artan silsilə ilə davam etməyə başlayır. Ta ki biz may ayında və yaxud da aprel ayının ortalarında təbiətdən kifayət qədər nektar gəldikdə biz o təşviq bəsləməsini kəsirik və arı çöldən gələn qida ilə özünü təmin etməyə başlayır. Təşviq bəsləməsi təkcə arının yumurta atması üçün deyil, pətək qabartması üçün də lazım olan bir şeydir. Yəni biz bilirik ki, pətək qabardarkən arı kifayət qədər bal istifadə edir, nektar istifadə edir. Bunu təbiətdən gətirdiyi balla etməyi daha yaxşıdır, yoxsa bizim verdiyimiz şərbətlə etməyi daha yaxşıdır. Sadəcə arada olan keçidi, çizgini keçməməyə şərti ilə. Təşviq bəsləməsi şəxsən mən necə edirəm? Bir yarımın 1-ə, yəni 1 kiloqram yarım şəkər tozu, 1 litr su qarışdıraraq arı koloniyasını çəkə biləcəyi qədər, yəni bu günlərin bu arı koloniyası məndə olan ən güclü arı koloniyasıdır. Mən buna bir paketdə şəkər şərbəti vermişdim, yəni şərbət hazır vermişdim bir cığarada. Və arı onu gün yarım və yaxud da bir gün ərzində çəkdi, tamamilə bitirdi. Mən bu gün ona həmin şərbətin təxminən yarım qat artığını verdim. Məsələn, 300 qram vermişdimsə bir paketdə, bu gün ona əlavə 200 qram, 150 qram da əlavə verdim. Burada məqsəd nədir? Verdiyimiz şəkər şərbəti koloniyada qalmasın. Yəni veririksə, bunu bu gün veririksə, sabah gün qutarsın və yaxud da veririksə, uzağı gün yarımı qutarsın. Və tərkibini də 2-nin 1-ə etmək olar, hava soyuqdursa və yaxud hava normalsa 1,5-in 1-ə etmək olar. Məsələn, aprel ayında mən keçdikdə artıq 1-in 1-ə şərbət verəcəm. Yəni 1 şəkər tozu, 1 su olaraq verəcəm. Əlavə olaraq heç nə qatmıram hələ ki. Lakin ehtiyac olarsa, məsələn, keçən il mənim arılarımda bəzi koloniyalarda nosema xəstəliyinin əlamətləri var idi. Arılar qarınlarını qatlayırdılar, uça bilmirdilər. Qəribə bir halda ifrazat çıxarırdılar bədənlərindən. Bunu mən soruşdum yaşlı arıçılardan və onlar bunun nosema xəstəliyi olduğunu, əlaməti olduğunu bildirdilər. Keşotu şərbəti hazırladım. Təxminən 1 litrə 1 çimlik və yaxud da 1 çay qaşığı üyüdülmüş keşotu qataraq qaynatdım. Şəkər tozu əlavə edib arılara verdim. Yəni bunu 3 dəfə davam etdikdən sonra arılarımda həmin o nosema xəstəliyinin əlamətləri demək olar ki, görünmədi. Və müəyyən aralıqda da, sonbaharda da, ilk baharda da bacardığım qədər
müəyyən qədər kək otu qatmağa çalışıram, alma sirkəsi qatmağa çalışıram və bu şəkildə arılara şərbət verirəm. Hələ ki təşviq bəsləməsini çox eləməyin və yaxud da arılara stok bəsləməsi eləməyin məncə bir anlamı yoxdur. Çünki arılar hələ özlərini immun gəlirlər və pətək qabartma demək olar ki, yoxdur. Hətta keçən il mənim arılarımda bu vaxtı erkək arı gözləri var idi. Arılar erkək arı artıq düzəltməyə başlamışdılar. Bu da arının koloniyanın güclü olmasının göstəricisidir. Təəssüf ki, bu il məndə cəmi bir koloniyadır. Bu koloniyada hələ ki erkək arı yumurtalarına rast gəldim. Digər koloniyalarda erkək arı yumurtaları demək olar ki, yoxdur. Keçən il mart ayının 25-də və 28-də mən arılarıma qat atmışdım və hal-hazırki arıların vəziyyətinə baxıram ki, ən güclü koloniyam belə mart ayının sonuna qədər qata çıxmayacaq. Heç birinci mərtəbəni doldurub-doldurmayacağı sual altındadır. Ara-ara təşviq bəsləməsi ilə və yaxud da ara-ara polenli kek verməklə arıları gücləndirmək, daha belə deyək, yaxşı vəziyyətə gətirmək